Bismillahirrahmanirrahim. Səxavətli olmaq böyük hünərdir. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Səxavət böyük ilahi əxlaqdır. Bizim sahib olduğumuz hər şeyimiz Allahdan olduğu üçün əslində bütün səxavətlər kərəm sahibi olan Allahın varlığında təcəlli etmişdir. Müxtəlif nemətlər, yer və göylər, günəş, yağış, hava, varlığımız, həyatımız, bir sözlə hər şey Allahdandır. Demək, harada səxavət vardırsa, Allahın səxavətindən qaynaqlanır. Əgər mütəal Allah bizə nemətlər bəxş etməsəydi, bizim bağışlamaq imkanımız olardımı? Bizdə olan kərəm və səxavət sifəti də Allahın bizə bəxş etdiyi nemətlərdəndir. İlahi əxlaqın, yəni səxavətin ən bariz nümunəsi Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləm özüdür ki, mütəal Allah onun barəsində buyurmuşdur. Bismillahirrahmanirrahim. İnnəkə lə'alə xuluqin azim. Həqiqətən sən böyük əxlaq sahibisən. Mübarək Ramazan ayının sayılı günləri qalıb. Bu ayda tövsiyə olunan əməllərdən biri də səxavətli olmaqdır. Bu sifətdən yararlanmağı unutmayaq.